General-mayor Kənan Əlihüseynoğlu Seyidova general-leytenant ali hərbi rütbəsi verilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Qeyd edək ki, Kənan Seyidov 23 dekabr 1974-cü ildə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. O, uzun illər xüsusi təyinatlı qüvvələrdə xidmət edib. 24 iyun 2003-cü ildə Azərbaycan bayrağı ordeni ilə, 24 iyun 2006-cı ildə Vətən uğrunda medalı ilə təltif olunub. 2016-cı ilin 2-5 aprelində Azərbaycan-Ermənistan arasında baş vermiş silahlı toqquşma zamanı fərqlənib. 20 aprel 2016-cı ildə igidliyə görə medal ilə təltif olunub. Xüsusi təyinatlı qüvvələr komandanının birinci mavini, qərargah rəisi təyin edilib. 2020-ci ilin sentyabrın 27-sində başlayan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Şuşanın azad edilməsi uğrunda gedən hərbi əməliyyatlar zamanı fərqlənib. Xüsusi xidmətləri nəzərə alınaraq Vətən müharibəsi qəhrəmanı adı verilib. Həmçinin Cəbrayılın azad olunmasına görə, Füzulinin azad olunmasına görə və Şuşanın azad olunmasına görə medalları ilə təltif edilib. Azərbaycan Prezidenti İlham Əliyevin 20 noyabr 2020-ci il tarixli sərəncamı ilə Kənan Seyidova general-mayor ali hərbi rütbəsi verilib. 23 iyun 2021-ci ildə xüsusi təyinatlı qüvvələr komandanının birinci mavini, qərargah rəisi vəzifəsindən azad edilib və 5-ci Ordu Korpusunun komandiri vəzifəsinə təyin edilib. 5-ci Ordu Korpusunun komandiri olduğu müddətdə 2021-ci ilin noyabrında, 2023-cü ilin aprelində və 2023-cü ilin mayında Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı toqquşmaların həllində xidmətləri olub. 2021-ci ilin iyununda 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə, 2023-cü ilin noyabrında isə hərbi xidmətlərə görə medal ilə təltif olunub. Müxtəlif illərdə Müdafiə Nazirlərinin əmrləri ilə 1-ci, 2-ci və 3-cü dərəcəli qüsursuz xidmətə görə Azərbaycan Silahlı Qüvvələri veteranı medalları, Azərbaycan Silahlı Qüvvələrinin 10, 90 və 95 illiyi, həmçinin Azərbaycan ordusunun 100 illiyi yubiley medalları ilə təltif edilib. Kənan Seyidov Naxçıvandakı əlahiddə ümumqoşun ordunun komandanıdır.